İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı əməliyyatların başlaması ilə bağlı həmvətənlərinə video müraciət edib. Today Press TV yerli mətbuata istinadən xəbər verir ki, İsrail lideri ölkə sakinlərini yaxın günlərdə baş verəcək hadisələrə görə dözümlülük göstərməyə çağırıb. O bildirib ki, İsrail və ABŞ qüvvələri İrandakı rejimin yaratdığı təhlükəni aradan qaldırmaq üçün hərbi əməliyyatlara başlayıblar. İsrail, ABŞ hərbi əməliyyatı cəsur İran xalqının öz taleyini həll etməsi üçün şərait yaradacaq. İrana qarşı hərbi əməliyyatlar İslam Respublikasında hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır. İran xalqının bütün təbəqələrinin, farsların, kürdlərin, Cənubi Azərbaycanlıların, bəlucların və əhvazilərin zülm boyunduruğunu atıb İrana azadlıq və sülh arzusu gətirməsinin vaxtı gəlib çatıb, deyə baş nazir bildirib. Qeyd edək ki, bugün İsrail İrana qarşı qabaqlayıcı hücum əməliyyatlarına başlayıb.